Salam əziz izləyicilər, biz bugün horizontallara aid məsələ izahları ilə tanış olacağıq. Belə bir məsələmiz var, deyir ki, kəsmə yüksəkliyin 30 metr olduğunu nəzərə alaraq dağın nisbi hündürlüyünü tapın. Dağın nisbi hündürlüyünü tapmaq üçün biz dağın zirvəsi və ətəyi arasındakı hündürlük fərqini bilməliyik. Fəqət bizdə sadəcə zirvə var, yəni ətəyin neçə metr hündürlükdə olduğunu bilmirik. Bəs nə edəcəyik? Bizə kəsmə yüksəkliyi 30 metr verir. Kəsmə yüksəkliyinin tapılmasının bir qaydası var. Biz bilməliyik ki, hər bir horizontalın qiyməti kəsmə yüksəkliyə qalıqsız bölünməlidir. Deməli, daxili horizontalı tapa bilərikmi? Bəli. Çünki daxili horizontal 30-a qalıqsız bölünən və 536-dan kiçik olan ən böyük rəqəmdir. İndi düşünək, 536-dan kiçik olub 30-a bölünən hansı ən böyük rəqəm var? Cavab əlbəttə olacaq 510. Deməli, daxili horizontalımız nə olacaq? 510. Bunu qeyd edirik burada. 510 metr. Yaxşı, bəs dağın ətəyini necə tapacağıq? Daxili horizontaldan sonra 1, 2, 3 ədəddə horizontal çəkilir. Yəni 3-ü vuracağıq 30-a, edəcək 90. 510-dan çıxacaq 90-ı. Bu da deməli edəcək 420 metr. Deməli, kənar horizontalın hündürlüyü 420 metrdir. Aha, bəs nisbi hündürlüyü necə taparıq? Bilirik ki, nisbi hündürlük zirvə ilə ətək arasındakı hündürlük fərqidir. Zirvə 536 metr, ətək isə 420 metr oldu. Deməli, bu dağın nisbi hündürlüyü nəyə bərabərdir? 116 metrə. Cavab da olacaq 116 metr. İzlədiyiniz üçün təşəkkür edirəm.